ləzzətli, ənənəvi dadın yeni adı Ruski Vkus. 60-cı illərdən bəri alışdığımız dad yenidən süfrəmizə gəlir. Adı da, dadı da dillər əzbəri olmuş o vaxtın sirviladı. Ruski Vkus, əsl ləzzət. Bu ləzzəti siz də dadın. İnanılmaz ola, gelince dünyasını değişen havsı meşhurun nikahdan kənar övladı ortaya çıktı. Müğənni Lalə Dadaşova şəxsi həyatı haqqında indiyə qədər heç yerdə demədiklərini açıqlayacaq. Onun dedikləri hamıda şok yaradacaq. Pis vərdişlərin qurbanı olan oğul anasına necə zülüm etdi? Hansı günahına görə bacıları bu qadını didərgin saldılar? Adam içində. Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları, hər birinizi xoş gördük. Bugün həmişə kimi bizim işimiz çoxdur, çoxlu sayda bizə müraciət edən insanlar var. Ona görə də maksimum vaxtdan istifadə etmək istəyirəm bugün. İstəyirəm ki, bizim hörmətli ekspertləri studiyamıza dəvət edək. Beləliklə, Tahir Əlirzayev, hüquqşünas, Qalib Əsədov, həkim nevropatoloq, Kəmali Ağazadə, Azərbaycan Uşaqlar Birliyinin sədri, və çox sevilən müğənni Nazənin xanım buyursun gəlsin. Təbii ki, bugün Lalə Dadaşovanın açıqlamaları olacaq. Lalə xanım buyurun gəlin, gəlin zəhmət olmasa. Və nəhayət bizim çox gözəl nəğməkar şairimiz Profesör Vüqar Əhməd alqışlayırıq Vüqar müəllimi də. Və mən gəlin əyləşin burada mənim yanımda. Çox sağ olun. Və anonslar gətirilir bir daha ekranlara, hörmətli tamaşaçılar. Sonradan söhbətimizi biz davam etdirəcəyik. İnanılmaz ola, gelince dünyasını değişen havsı meşhurun nikahdan kənar övladı ortaya çıktı. Müğənni Lalə Dadaşova şəxsi həyatı haqqında indiyə qədər heç yerdə demədiklərini açıqlayacaq. Onun dedikləri hamıda şok yaradacaq. Pis vərdişlərin qurbanı olan oğul anasına necə zülüm etdi? Hansı günahına görə bacıları bu qadını didərgin saldılar? Adam içində. Və Lalə xanım, götürün zəhmət olmasa mikrofonu. Bugün demək olar ki, bütün kütləvi informasiya vasitələri sizin haqqınızda yazırlar. İndi bilmirəm, bu sizin xoşunuza gəlir, ya xoşunuza gəlmir. Amma siz özünüz də dünən zəng etdiniz, sonra mən də sizə zəng etdim. Biz telefonla danışdıq, uzun uzadı və müzakirə elədik. Yəni bu sizin həyatınızla bağlı gündəmdə olan məsələləri. Və siz özünüz qərar verdiniz. Dediniz ki, mən istəyirəm ki, bugün gəlib müəyyən məqamlara aydınlıq gətirəm. O məqamlar nədən ibarətdir? Demək, sizin ailə həyatınızla bağlı. Yəni, rəhmətlik həyat yoldaşınızla sizin aranızda olan münasibətlərdən. Bilirsiniz ki, bu heç kimə sir deyil. Bir çox insanlar, o rəhmətliyə yaxın olan insanlar müxtəlif cür fikirlər səsləndirirlər. Burada, yəni bütün bu deyilənlərdən yəni belə nəticə çıxarmaq olur ki, bu sizin, yəni bu izdivaca girdiyiniz şəxslə münasibətləriniz elə bil ki, hansısa hesablanıb nələrəsə. Bax, belə bir fikir formalaşdırırlar və deyilənlərə görə, indi mən bunu dəqiq bilmirəm, yəni dəqiq bilmirəm, hətta sizə artıq həyat yoldaşınız haqqında danışmağı belə qadağan edirlər. Mənə belə dedilər, bizə bilmirik də. İndi, yəni, saytlarda yazırlar təbii ki bu. Bax, ümumiyyətlə, xahiş edirik, bu haqqda danışın və biz bilmək istəyirik.
Buyurun. Çox sağ olun, teşekkür edirəm Elgiz Bey. Hamınızı xoş gördük. Salamlayıram studiyada olan tamaşaçıları, ekran qarşısında oturan tamaşaçıları, Aynəsinin rəhbərliyini təşəkkürümü bildirirəm. Çünki belə bir dəyərli vaxtlarını, dəyərli dəqiqələrini mənim əgər həyatıma həsr edirlərsə bu alqışlanmalıdır. Çox sağ olsunlar. Özünüz bildiyiniz hadisələr hücum birinci mənə olub. Mən evimdə oturmuşam. Heç nədən xəbərim olmadan mənə zənglər gəlib, mənə həqarətlər olub. Bala xanım, indi bu çox üzr istəyirəm sizdən, bağışlayın, sözünüzü kəsirəm. Bu məsələni artıq biz məncə Başa düşürəm də. Yəni ki, əsas burada məsələ, yəni bu mənim verilişimdə, mənim aparıcısı olduğum verilişdə, əgər siz burada olmuşsunuz, təbii ki, mən istəmirəm ki, məsəl üçün, sizin gələcək fəaliyyətinizə kölgə salacaq nələrsə, məsəl üçün, baş versin. İndi Vüqar müəllim çox gözəl danışacaq, çünki sizi çox yaxşı tanıyır, ailənizi çox gözəl tanıyır, elə digər şəxslər də. Ona görə mən istəyirəm ki, siz bu yöndən bizə məlumat verəsiniz, sırf Elçin bəylər, rəhmətli Elçin bəylər sizin münasibətlərinizdən. İndi mən soruşuram sizdən, bilmək istəyirəm, niyə görə sizə belə qadağa qoyurlar ki, onun adını bir daha dilinizə gətirməyin? Elgiz müəllim, mənə o qadağa qoyanlar birinci mənə bir cavab versinlər ki, Elçinin pis günündə, ölüm qabağı halında onlar hardaydılar? Elçinə bir içim su verməyən insanlar idilər, onlar hardaydılar? Gətirib bir dənə tabletka vermişdilərmi Elçinə ki, Elçin sağalsın? Bu insanlar nə haqla məni ittiham eləyirlər? Bax, bunu istəyərdim, o adamlara sual vereyim. İkincisi də, bu mənim şəxsi işimdir, bu mənim şəxsi həyatımdır. Bu insan mənim həyat yoldaşım olub, 9 il bundan qabaq rəhmətə gedib və onun ruhunun incidilməsinə mən heç kimə icazə vermirəm. Heç kimə icazə vermirəm. Onun ruhunu incitsinlər. Başa düşürsünüz? Artıq axır günlər hər gün mənim yuxuma gəlir. Bunu bilirsiniz, hər adam başa düşməz. Bilirsiniz, onlar haqq dünyadadılar. Biz də gedəcəyik o dünyaya. Biz ölən, rəhmətə gedən insanların haqqında heç də danışa bilmərik. Buna bizim haqqımız çatmır. Başa düşürsünüz? Yəni, onlar, biz Allah qarşısında cavab verəcəyik. Elçin niyə gəlib mənim yanımda dünyasını dəyişdi? Niyə axırıncı tabletkanı mən vermişəm ona? Hardaydı o insanlar? Nə tabletka? Yəni dərmanını. Aha, dərman. Yəni Elçinin ölümcül qabaqda, yəni Elçinin evsiz, eşiksiz, küçələrdə qalan vaxtında bunlar hardaydılar? Bala xanım, onların məndə olan məlumata görə evləri var idi, yaxşı şərəfləri. Bəli, hər şeyləri vardı. Amansız xəstəlik. Allah heç kim. Mən bilirsiniz, birinci dəfədə bu açıqlamanı verirəm, Elgiz müəllim. Mən danışıram, 9 il deyə Elçin rəhmətə gedib. Niyə? Nə istəyirlər Elçindən? Elçin böyük sənətkar olub. Elçinin heç indi də təkrarı yoxdur. Və olmayacaq, bəlkə də yaxın 100 ildə olmayacaq onun təkrarı. Yəni, mən kişiləri nəzərdə tuturam, kişi müğənnilərinin içində. Nə istəyirlər Elçindən? Ya məndən nə istəyirlər? Elçinin qəbrinin üstünə gedən var, məndən başqa. Necə mənə onlar zapret qoya bilərlər? Nəyə mənə ittiham edə bilərlər? Başa düşürsünüz? Bunların mən ittiham eləməliyəm. Çünki Elçini o yolu gətirənlər var. Onlar utansınlar. Mən Elçini o yolu gətirməmişəm. Elçini mən xəstələndirməmişəm. O xəstəliyə Elçini mən salmamışam. Qoy onu salanlar utansınlar. Qoy onun arxasında durmayan qondarma əmi arvadları efirə çıxırlar, qondarma. Çünki mən o insanları tanımıram. Elçinin əmiləri, çox sambalı, bibiləri, Qax rayonunda. Çox böyük hörmətim var onlara. Onlar mənim çox istəyirlər xətrimi. Onlar heç vaxt efirə çıxmazlar. Çünki onların tərbiyəsi başqa tərbiyədir. Onlar heç vaxt efirə çıxıb deməzlər ki, Lalə Elçinin adını çəkməsin. Çünki onlar çox yaxşı bilirlər ki, Elçinin üstündə mənim nə qədər zəhmətim olub. Olmalıdır da, çünki hər bir ailədə həyat yoldaşının qayğısını çəkməlidir. Bu bizim mentalitetimizin, necə deyərlər, tərbiyəsindən gəlir. Onlar nə haqla mənə nəyisə qadağan eləyə bilərlər. Heç nəyi qadağan eləyə bilməzlər. Və qonşu efirdə, bunu mən deməliyəm, Aynəsin ünvanına yaxşı sözlər işlətməyən bu meyxanaçı Samirə Aynəsin getirməsi, deyərdim ki, Aynəsin çörəyi onun burnundan gəlsin. Aynəsin geri o ayaqlarını, suyunu içə ki, Aynəs onu tanıtırım.
adicə Pasudamoyka, Pasudamoyşitsa gəlib müğənni olub ailəsin hesabına. Başa düşürsünüz? Bunları mən istəmirdim deyim efirdən. Amma məcbur oluram. Artıq bilirsiniz, mənim də əsəblərim var, mənim də övladlarım var, mənim də çevrəm var, mənim də qohumlarım var. Necə mənə zəng eləyirlər, deyirlər ki, Lalə xanım, bu insanlar sizdən... Mənim neyimdən qorxurlar? Mənim atam yox, anam yox, əmim yox, dayım yox. Mənim bir dənə musiqim var. 15 il mən musiqi təhsili almışam. Mənim əlimdə olan bayrağım mənim ailəmin musiqiçi olmağıdır. O düz deyir. Biz ondan qat-qat yüksəkdə dururuq. Siz niyə? Çünki bizə gəlib çata bilmir bu adam. Onu düz çatmayanda daş atırlar adama. Ona görə mən məcburen məhkəməyə verməliyim. Hələ o qadını da məhkəməyə verəcəm ki, Elçinin əmsi arvadı adından çıxıb efirdə danışır. Elçinin heç bir əmsi arvadı efirə çıxmaz. Çünki onlar mənə həmişə çox istəyiblər, həmişə mənə hörmət eləyiblər. Bu nə deməkdir? Və Elçinin pis günündə də heç vaxt Elçinin yanında olmayıblar. Xahiş, mən onlara icazə vermirəm danışmağa. Mən onlara icazə vermirəm mənim həyat yoldaşımın ruhu ilə oynasınlar. Mən icazə vermirəm. Siz icazə vermirsiniz kimə? Yanının münasibət bildirən qohumlarına? Bəli. O münasibət bildirən qohumlara mən icazə vermirəm ki, Elçinin ruhunu narahat eləsinlər. İcazə vermirəm. Aydındır. Mən sizdən soruşmalıyam. Siz bunu özünüz açdınız. Əslində mən istəmirdim. Əvvəlcədən də sizdən xahiş edirdim ki, ümumiyyətlə bu... Mən heç özüm də istəməmişəm, Elgiz müəllim. Aranızda olan bu məsələyə biz toxunmayaq, amma sizdən mən bir söz soruşum. Tam səmimi mənə cavab verin. Buyurun. İndi siz məsəl üçün kiminsə hansısa sənət sahibi olub əvvəl, məsəl üçün gəlib indi müğənni olub, bu biraz qınalması məsələsi mübahisəli məsələdir. Xeyr. İnsanın talantı məsəl üçün əgər varsa, ola bilər istedadı varsa... Bəlkə mən düz demədim. Yox. Mən bütün zəhmətkeşlərin qarşısında baş əyirəm. Təbii ki. Hər bir Pasudamoykalarında, çamaşırxanada işləyənlər də hamısının qarşısında baş əyirəm. Çünki onlar evlərinə bitkə çörək aparmaq üçün orada çalışırlar. İndi bu söz yerinə düşdü, ona görə mən sizdən soruşuram. Buyurun. Siz özünüz qulağınızla eşitmişsiniz ki, Samirə sizin haqqınızda deyib ki, məsəl üçün gedib restoranda da 5 manada 10 manada oxuyur. O sözü işlədi bu. Bəli. Dəqiqliyi siz eşitmişsiniz. Əlbəttə, necə efirdə. Çünki bu məsələdə Efirdə səsləndirib. təkzib edib ki, mən elə söz deməmişim. Necə efir var, internetə girin, baxın. Efirdə deyir ki, Laləni deyir, polislərə, məhkəmələrə çəkiblər Elçinin ölümünə görə. Nəyə görə? O mənə sübut eləyəcək, hansı məhkəməyə məni çəkiblər, hansı polislərə mənə veriblər. Mən bu işi belə qoymayacağım, Elgiz müəllim. Artıq mən onu məhkəməyə verirəm. Bu məsələyə görə Bəli, vəkillər də zəng eləyirlər. Mən öz hüququmu müdafiə eləməyi bacaran bir insanam. Mən də insanam, mənim də əsəblərim var, mənim də ailəm var, mənim də uşaqlarım neçə gündür sarsıntı keçirdirlər mənim evlatlarım. Nəyə görə? Mənim qızım dünənləri ağlayırdı. Mama getmə, mama efirə getmə. Dedim, qızım mən axırıncı dəfədə gedirəm efirə. Axırıncı dəfədə mən efirə gedirəm. Çünki mən bu açıqlamaları verməsəydim, insanların düşüncəsində, təxəyyülündə mən başqa bir formada görsənmiş oluram. Başa düşürsünüz Elgiz müəllim? Bəli. Mənə zəng vurublar. Mən heç bir kanala zəng vurmamışam. Mənə zəng vurublar ki, Lalə xanım, sizin haqqınızda deyilən bu sözə, sizin münasibətiniz necədir? Mənim əsəbi vaxtımda, əsəblərimi cilovlaya bilmədiyim vaxtımda, emosiyalarımın aşdığı, daşdığı vaxtda. Lalə xanım, çox üzrsə biz reklamlara ayırıq. Reklamlardan sonra təbii ki, siz söhbətinizi davam etdirəcəksiniz və bizim də təbii ki, suallarımız olacaq. Buyurun Lalə xanım. Bəli. Çox üzr istəyirəm tamaşaçılardan. Yəni mən bayaq bir söz işlətdim Pasudamoyşitsa. Yəni mən heç kimi həqarət eləmək fikrim yoxdur. Yəni demək istədim ki, yəni lap küçə süpürən də olsa, gəlib səhnəyə çıxsa, onu hansı kanalsa populyar eləsə, o Allahına şükür eləməlidir.
Allahına şükür eləməkdir ki, ANS kanalı sağ olsun, məni populyar eləyib. Amma oturub başqa kanalda mənə daş atmağın mənası yoxdur. Aydındır, aydındır. Davam edək Layla xanım. Demək, indi bir çox insanlar zəng eləyirlər bizə, öz münasibətlərini bildirirlər. Qonşular zəng eləyirlər, münasibət bildirirlər. Təbii ki, sizin yanınızda olduqlarını söyləyirlər bizə, çoxsu. Çoxsu. Amma yəni siz bayaq onların adlarını çəkdiniz. O insanlardan istəyirlər efirə calansınlar. Siz icazə verirsiniz, biz onları efirə calayaq. Elgiz müəllim, Bəli. hər insanın haqqıdır, hər insanın söz haqqı var. Amma mənim üçün Elçinin bir qohumu, o da anası idi. Çünki mənim qapımı birinci açan Elçinin rəhmətli anası olub və gəlib məni istəyən Elçinin anası olub. Ondan sonra o birisilərin söz haqqı varsa, nəsə demək istəyirlərsə, mənim üçün maraqlı deyil. Siz üçün maraqlıdırsa, buyurun. Mənim üçün ancaq Elçinin rəhmətli anası maraqlı idi. Rəhmətli Sona xanım ölməmişdən bir həftə qabaq mənlə telefon bağlantısı hətta o eləmişdi. Elə bir xanım o dünyadadır da, bilirsiniz də, mən yenə deyirəm, mən Allah adamıyam. Mən heç vaxt ölmüş insanların adından yalan danışa bilmərəm, buna mənim haqqım çatmır. Bir həftə ölümündən qabaq Sona xanım mənlə bir saat telefonunda danışdı. Elə bilirdi ki, rəhmətə gedəcək. Elə bir içini tökürdü bu qadın. Allah onu rəhmət eləsin. Mənim üçün ancaq önəmli Elçinin anasının haqqıdır, vəssalam. İndi irəliyən dəqiqələrdə biz təbii ki, Kaş o sağ olaydı. Allah rəhmət eləsin, qohumları biz efirə calayacaq. Və bir şey də deyim, Elgiz müəllim, bir şey də deyim. Yəni, oturub mənim... Tutaq ki, mən 30 yaş özümdən kiçik bir insanla həyat qurmuşam. Yox, 30 yaş məndən kiçik olmuyor, Elçin məndən 5-10 yaş kiçik olub. Lap tutaq ki, mən bu həyatı qurmuşam və həyatımı yaşamışam və mənim həyat yoldaşım artıq həyatda yoxdur. Nəyə lazımdır bu söhbətlər? Yəni, insanların arasında mənim haqqımda pis bir fikrimi formalaşdırmaq üçün atılır bu addımlar. Məni tanıyanlar çox gözəl tanıyır. Sənətimdən də xəbərləri var, əxlaqımdan da xəbərləri var, xasiyyətimdən də xəbərləri var. Bəli, mən qat-qat üstünəm o insanlardan. Musiqimlə, savadımla, ailəmin adıyla, çox şeylərlə mən üstünəm. Ona görə də bunu heç kim həzm eləyə bilmir. Aydındır, buyurun Kəmalə xanım. Layla xanım, əlbəttə sizə qarşı haqsızlıq olub, amma ən birinci rəhmətli Elçinə qarşı haqsızlıqdır bu. Sadəcə olaraq ola bilsin ki, kimlərsə gündəmdə qalmaq istəyir, daha çox ətrafında düşünür ki, axı bir çox müğənnilərimiz, elə üzdən Iraq müğənnilərimiz bu cür gündəmə gəlirlər. Hay-huy, dava, qırğın, mərəkə, şantaj və nəticədə onlar heç bir qiymətli insanın nə ruhuna dəyər verirlər, nə onun xatirəsinə dəyər verirlər və nəticədə bu günləri siz əziyyət çəkirsiniz, onun da ruhu orada narahatdır. Məncə siz bu söhbəti bu qədər, nə qədər çox uzatsanız, məhkəmə filan, beşməkan, inanın ki, bundan sizlə bərabər, yəni onun ruhuna qaçdı. Yenə bu dəfə sizin tərəfinizdən hörmətsizlik olacaq. Sadəcə siz Samirə xanımın bu dediklərini özü ilə araşdırın, özü ilə bir söhbət edin və bunu qapadın. Çünki həqiqətən bizim həmişə xalqımız ölünün ruhuna hörmət edib. Hətta ölən insan pis olanda beləndə nəyə görə deyirik ki, torpağa xəbər aparmasın, onun ruhuna hörmətsizlik olmasın. Bu cür ifadələr işlədirik ki, ölənin dalıca ümumiyyətlə xəbər getməsin, söz danışılmasın, hörmətsizlik olmasın. Siz bunu uzatdıqca inandırım sizi ki, bundan ən çox əziyyət çəkən siz olacaqsınız və o dediyiniz hörmətinizi saxlayan qarşı tərəfin qohum əqrəbası var. Onlar da artıq hörmətdən uzaqlaşacaqlar. Yəni sizin üçün bu ziyanı gətirəcək. Aydındır, buyurun Vüqar bəy. Siz nə düşünürsünüz? Hər vaxtınız xeyir, tamaşaçıları salamlayıram. Mən indi bilmirdim mövzumu nədir, burada eşitdim. Layla xanım şübhəsiz gözəl bir nəslin nümayəndəsidir. Yəni Azərbaycan kinosunda böyük daha aktyor Məlik Dadaşovun qardaşı qızıdır. Atası Süleyman Dadaşov bizim sevimli müğənnimiz, mənim mahnılarımın ifası Burnət xanımın basıdır. Amma bunlar öz yerində. Layla xanım özü də istedadlı bir musiqiçidir.
həm instrumentalist, həm gözəl müğənnidir. Amma Samirə xanım da öz sənətinin ustasıdır. Mən o Cəmalə xanım deyəni istəyərdim ki, yəni məsələ sənət aləmində belə hallar baş verir. Bu məhkəməli məsələ deyil. Yəqin ki, barışmaq lazımdır. Bu məsələ bir-birini də istəməzdim təhqir eləsinlər və Lalə xanım bir düz elədi. O Qabriyan məsələsini dedi, tez üzr istədi, düz elədi. Çünki dəxli yoxdur. Müğənni var ki, əvvəl nə bilim sanitar işləyib, süpürgəçi işləyib, hamısı bütün sənətlər şərəflidir. Bəs kimsə nəsə eləməlidir. Təbii ki, təbii ki. Amma mən istəmirəm belə bir-birinə təhqiramiz ifadələr olsun. Kanallar arasında münaqişə yaratmaq da lazımdır. Lalə xanım, sizdən mən sizi çox istəyirəm, bilirsiniz. Elçin rəhmətliyində adı hallanması olmaz. Elçin Azərbaycan ifasılıq tarixində çox böyük müğənni. Həm vokal, həm aşıq, həm müğənni Arif Babayevin tələbəsidir. Konservatoriya, mən 10-30 yaşında Lalə xanım bayaq gələndə mahnəsr edirəm, yaşayarəm elim üçün. Rəhmətli özü dedi ki, ad günümdür, mənə bir şeir yaz. Özü də orada dedi ki, Lalənin adı olsun. Sonra indiki ifasılar Lalənin adını aləm eləmişik, Laləm üzümə baxdı. Eləmişik, bəli, 30 yaşına o vaxtı xoş gəlmişsiniz verilişdə. Musiqisi rəhmətli Hikmət Mirməmmədin, hə? Niyə dəyişdilər sonra Lalə xanım? Yox, indi mənə o təzə oxuyan uşaqlar zəng vurur ki, biz bunu Lalə xanıma necə deyək? Ayıbdır, cavan oğlanda 20 yaşı var. Lalə xanımın acığına gələr, mən onun üçün deyim. Ona görə mən dedim, elin aləm üzümə baxdı. Nailə Mirməmmədi də mənə zəng vurmuşdu. Yəni, Lalə xanımla söhbət getmir. Elçin Cəlilov mənim də çox yaxın olub. Özdə rəhmətli həmişə topuş deyərdim belə. Çox böyük profesional ifadəsidir. Xanım düzdür ki, onun adını xahiş edirəm ki, hallandırmayaq. Lalə xanım da gözəl insandır. Samirə xanım da öz sahəsində meyxana ustasıdır, müğənnidir. Yəni, sənət adamdılar. Heç bir-biri ilə belə konflikti mən ehtiyac görmürəm Elgiz müəllim. İndi əsəbləşib daha da məsələni böyütmək lazımdır. Mən sülh arzulayıram onlara. Təşəkkürlər. Bəli, buyurun, Afət. Studiyaya bir xanım zəng eləyib, bilmirəm kimdir. Alo deyəndə onda. Alo. Alo. Bəli, bəli. Salam. Salam. Buyurun, eşitirik sizi. Özünüzü təqdim edin. O kodunu. Buyurun, buyurun. Ailə xanımdır danışan. Ki? Samirənin mamasıdır. Kimin anası? Samirə xanımın anasıdır sizinlə rahat eləyən. Hə, buyurun, buyurun xanım. Buyurun, eşitirik sizi. Etinə güldür səsim oğlum. Bəli, buyurun, eşitirik sizi. Gedir, hələ danışırlar axı orada. Buyurun, danışın. Xanım, eşitirik sizi, danışın, buyurun. Ha oğlum, mən bilirsiniz, mən yaşlı qadınam. Heç vaxt bu vaxta qədər heç kəsin sinədə bir söz, bir kəlmə danışmamışam. Bəli. Elə də tərbiyə vermişəm balalarıma. Yəni ki, mən Laləni də elə balan kimi istəmişəm, ona hörmət eləmişəm, ona əzizləmişəm. Heç bu qoy özü desin Allah ilə. O gün də Lalə mənə zəng eləyəndə mənim balam. Mən dedim ona ki, qələt eləyibdi Samirə. Gələr mən deyərəm ona, niyə görəsən kasıb elə deyirdi. Yəni ki, burada bir şey də yox idi. Samirə gələrdi. Lalə özü zəng eləyərdi ona. Yeri gələrdi, o da söyərdi onu. Əgər Samirə söymür onu, Samirə küsürüylə bir söz deməydi ona. Mənim balam. Bununla ilə də xətm olub gedərdi. Amma Lalənin esirə dediyi o sözlər, yalan sözlər bir ana kimi qəlbində elə ağırdır ki, əvvəla budur o Samirə xanımın oğlu xarici universitetdə təhsil alır. Böyük bir təxəssüs olacaq. O and içəndə anasını canına and içir. Onu demək ki, o qədər özünü pozdu nafarı ki, oğlu ilə danışmır. Bu boyda yalanlar olmaz, yaxşı deyil. Evlatlarınız üçün, tərbiyələri üçün pisdir. Burada xahiş edirəm. Bugünkü sözünə görə, bütün görün mənim balam harada qabuyan işləyirdi, harada küçük küstürürdü, harada ki mənim balam musiqi məktəbindən başlayıb konservator bitirib, Ayşə Zeynallı'da oxuyurdu. Mənim qızım 5-6 yaşını bu məktəbdə oxuyanlar qırmızı qərənfildə çıxar böyüyə, qalxa, xatirə ansamblində oxuya. Yəni ki, bunlar hamısı gedir bir qıra, harada işləyib Asıda Moyka? Mənə onu desin. Bir də ki, onu demək istəyirəm, ay oğlum, buradan olum. Yəni ki, Samirə xanım, mən dünən baxdım Ümidvara, nə elçi haqqında pis bir sözdür, nə elçin var içində bir kəlmə bir söz deyildi, nə də kanalı var isə pis söz deyildi. Xahiş edirəm, bunları düzgün qiymət verir. Əksinə tərif elədi ki, mən aynəsini yetirməsiyəm, mən oradan çıxmışam. Yəni, bunları itirmək lazımdır. Mənim balam, xahiş edirəm, Lalə xanımla deyin ki, bir yaxşı kiləsin danışanda, ortada onun da balam
balaları var. Bunun da balaları. Mən də bir ana kimi həm ona, həm buna düşürəm. Yəni ki, mən ona qızım demişəm həmişə. Xahiş edirəm bunları yaxşı. Mənə Lalə xanım da satası. Lalə xanım burada Lalə xanım eşidir və sizdən danışmaq istəyir. Buyurun Lalə xanım. Nailə xanım, salam əleykum. Oldu. Qulaq asın. Nailə xanım Nailə eşidirsiniz? xanım, salam Ha, əleykum. eşitdi Şahin, hə. Nailə xanımdır. Kimdir? Nailə xanımdır. Alo. Nailə xanım eşidir Bəli. məni. Nailə xanıma verin, zəhmət olmasa Lalə xanım danışmaq istəyir ondan. Ev yoxdur, bir də Şahin, efirə təmin elə. Yəqin ki, Nailə xanım baxır. Aha. Mən heç bir efirə zəng vurmamışam. Bunu yenə də təkrar edirəm. Mənə zəng olunub. Mənə zəng olunub ki, efirə baxırsan, sənin haqqında orada sual veriblər Samirə xanıma ki, 20 yaşında oğlana ərə gedirsən. O dedi, burada nə var ki, Lalə Dadaşova oğlu yaşında Elçin Cəlilovla evlənəndə olar. Yəni, burada nə var ki? Başa düşürsünüz. Sonra internetdə mən bunu izlədim. Olduğu kimi deyirəm. Çünki mən bilmədiyim halda mən onun anasına zəng vurmuşam. Anası ki deyəndə Samirə qələt eləyir, evə gələr mən bilərəm onun. Artıq mən bildim ki, doğrudan da o mənim ünvanıma yaxşı söz işlətməyib orada Elgiz müəllim. Və mən efirdə o sözləri deməmişəm. Mən əsəblərimi cilovlanmayan bir vaxtımda məndən o sözləri elə bil dartıb, qopardıb veriblər efirə. Mən efirə o qədər tərbiyəsiz deyiləm elə sözlər deyim. Başa düşürsünüz? Mən elə sözləri ancaq hər bir insan hissli olanda nəsə ağzından qaçırda bilər. Mən onu heç vaxt efirə deməmişəm efirə. Məndən soruşublar ki, Lalə xanım, sizi efirə çıxardaq demişəm, yox. Yox, çünki məsələnin mahiyyətinə gedib hələm çıxmamış. Mən heç də deyə bilmərəm. Ondan sonra sonradan mənə bir də zəng vuranda artıq mən əsəblərimi cilovlaya bilmədim və dedim ki, mənim adımı çəkməsin. Amma peşmanam. O gün də dedim ki, bu sözü deməyimə mən peşmanam. Mən nə qədər deməliyəm bu sözləri? Mən efirə çıxıb heç nə deməmişəm. Və qohumlar zəng edirlər Lalə xanım çoxlu sayda. Nailə xanım bu arada yenə xəttə calanması təmin olundu. Nailə xanım, siz Lalə xanımın dediklərini eşitdiniz? Alo. Nailə xanım. Bəli. Lalə xanımın dediklərini eşitdiniz siz? Eşidirəm. Buyurun Lalə xanım. Nailə xanım, ana, əgər mənim sözlərim sizə bir pis təsir bağışlayıbsa, mən sizdən üzr istəyirəm, böyük kimi. Böyük kimi. Çünki mənim sizə hörmətim hədsizdir. Mən o günlərdə dedim. Hörmətəm, qurban olun. Allah eləməsin Nailə xanım. O günləri Samirə gələndən sonra zəng eləyirəm. Lap söyüydün onu. Bu ilə də qutarın gediydi. Ay qurban olun. Nailə xanım. Efirə deməyim mənə. Axı səni söyləyir qızım. Nailə xanım, mən efirə çıxmamışam. Valla mən efirə çıxmamışam. Sadəcə olaraq mənim səsimi yazıb, mənim emosional, hissli vaxtımdan istifadə edib, səsimi yazıb efirə veriblər. Başa düşürüm qızım. Lalə, mən anlayam qızım, səni də anlayam. Saraq bu məsələni. Yaxşı anam. Çox gözəl insandır. Çox sağ olun Nailə xanım. Belə də bitirmək lazımdır bu söhbəti. Görürsünüz, Ağbirçək xanım özü deyir ki, gəlin bax bunu bağlayaq, bitirək. Hər iki tərəfin müəyyən çılğınlığı olub, emosional yanaşıb mövzuya. Gəl, elə buradadırlar xanım, bağlayın bu söhbəti. Aydındır. İndi Samirə xanım efirə çalınmaq istəyir və bizə bildirdilər Samirə Yusuf. İrəlilən dəqiqələrdə Samirə xanım da efirə çalacaq. Və bir də bizim əsas məsələm o sizin Elçin rəhmətliyin qohumları ilə olan əlaqənizdir. Bunu da siz istəyirsiniz ki, bitirəsiniz. Lalə xanım, onları da çalacaq və bu məsələ bir dəfəli bitəcək. İnşallah irəliləyən dəqiqələrdə hər iki tərəfi biz efirə çalacaq. Mən çox ümid edirəm ki, siz Samirə xanımdan da barışacaqsınız. Elçinin qohumlarını, bütün qohumlarına mən hörmətim hədsizdir. Bu bir həyat idi. Allah Teala bizi qovuşturmuşdu. Allah Teala da yəqin elə olub ki, biz ayrılmışıq. İndi biz biləcəyik də görək bunlar niyə belə fikir səsləndilər? Siz nə eləmişsiniz? Günahınız nədən ibarətdir? Mənim heç bir günahım yox. Soruşarıq, amma bu arada çox üzr istəyirəm. Onlar efirə çalınması təmin olunana qədər bizdə şikayətçilər var. Mən istəyirəm ki, onları dinləyək. Bu qadının, bu başı bağlı, dindarsınız siz? Mikrofon tutun ağzınıza.
Hə, dindar xanımsınız və bu xanımın oğlu, bax belə deyək ki, namaz qılan, oruçdan, dindar ananın sizin təbrizcə deyirəm, siz demişsiniz bunu, incidir, hə? Mənim oğlum, Elgiz müəllim, əvvəla hamını salamlayıram heyətində. Mənim oğlum 5-6 il olar da narkotika bunu çəkdilər bu uşağı. 5-6 ildir. 2009'da idi deyəsən, bəli. Sonra qonşumuz məni götürdü, apardı Sahiyyə Nazirliyinə, Rafunyanı Sumqayıtda. Bəs bu ana belə vəziyyətdədir, onun da gözü doldu. Gəlin, bax bu çox ciddi problemdir da, bilirsiniz ki, narkomaniya mövzusu həmişə gündəmdə olan mövzudur və nə qədər biz məlumatlar veririk, proqramlar hazırlayırıq, Şahin, proqramlar hazırlayırıq, məlumatlar veririk, bunun çox pis tərəflərini nümayiş etdiririk, yəni bizə imkan verilənə qədər. Çünki inanın, elə orada görüntülər olur ki, bu çox böyük dəhşətdir. Yəni bunu olduğu kimi efirə vermək çox çətindir. İnsanlarda bilirsiniz çox pis hisslər yarada bilər. Amma yenə də bu məsələnin nə qədər dəhşətli olduğunu ortaya qoymaq üçün biz əlimizdən gələni edirik, amma bacara bilmirik. Yenə də statistikaya görə, bax statistikaya nəzər salırıq, görürük ki, narkomanların sayı, narkotik aludəçilərin sayı artmaqda davam edir. İndi bundan necə mübarizə aparmaq lazımdır? Neynəmək lazımdır? Ancaq təbliğat, düzgün maarifləndirilmə aparılmalıdır. Necə təbliğat eləyək? Kəmalə xanım, neynəyək? Daha çox, əslində valideyn, bir çox hallarda valideynlər özləri bildiyi halda ki, uşağı narkotik istifadəçisidir, buna göz yumur. Əvvəlcə ciddi reaksiya verəndə təpki görür, dalıca da deyir, yaxşı susum, amma susmaq yox. Onu istiqamətləndirmək düzgün lazımdır. Onu həkim müayinəsinə göndərmək, onu psixoloqun yanına göndərmək, onunla dost olub bütün bu problemləri ona demək lazımdır. Mən çox təəssüf eləyirəm ki, elə bax o narkotik istifadəçilərinin qurbanı olmuş bir qadın 3 gün bundan qabaq əri narkotik istifadəçisi olub və ondan AIDS xəstəliyinə yoluxduğundan dünyasını dəyişib. Düzgün informasiyalar ötürmək lazımdır. Düzgün məlumatlandırmaq və övladlarınızın bu problemini gizlətdikcə, hətta onun belə evləndirib, yanına bir gəlin də alıb gətirirsiniz, onu da yoluxdururlar xəstəliyə, hətta narkotikə də otuzdururlar o gəlini də və ondan törənən xəstə uşaqlar bugün cəmiyyətin bəlasıdır. Çox dəhşətli. Mənim oğlumu bir qız istəyəndə, mən o qız müavinə qayıtacağım, amma mən onu elə də qəbul edirəm. Mən o qıza dedim ki, yox. Qız bilirdi ki... Bəli, mən heç kimin balasını bədbaxt eləmərəm. Çünki mənim özümə elədilər eləncik bədbaxt. Amma mənim oğlum gül kimi uşaq idi. İndi kasıb bir qadınam, başsız bir qadınam. Amma bunun yolu var, bunu müalicə eləmək də olar. Gücüm çatmır xanım, evimə inarsınız ki, elə olub ki, mən evimə... Baxın, qeyri-hökumət təşkilatları var ki, xüsusi proqramlar çərçivəsində Səhiyyə Nazirliyi ilə birgə gözəl layihələr həyata keçirdirlər. Gəlin, mən sizi istiqamətləndirim, o təşkilatlara, oğlunuza dəstək olsunlar. Çox gözəl. İndi biz bir şey öyrənək. Xanım, mənim... Demək, neçə yaşı vardı sizin oğlunuzun narkotik aldaşısı, elə bir ki, şübhələndirsiniz ki, bu narkotik qəbul edir? 21 yaşında şübhələnmişdim. 21 yaşında şübhələnmişdim. Artıq bu... 27 yaşı var indi. İndi 27 yaşı var. 21 yaşında siz şübhələndiniz. Artıq siz şübhələndə bu neçə il idi ki, narkotik qəbul edirdi? Təbii ki, bunu isti-isti bilməmişsiniz. Yox, isti-isti bilmişəm. İsti-isti bildiniz. Bəli, mən ondan nəfəs almışam. Elə mən onu hiss elədim ki, nəsə belə bir ki, öz aləmindədir bu adam. Elə nəsə də hiss elədim ondan. Bəs siz axtarıb araşdırmadınız ki, mən bu uşağımı pis yola çəkənlər kimdir? Elgiz müəllim, qoy mən sizə deyimdə olduğu kimi, mən yetimdar bir qadınam, vallahi çox çətinliklə üzləşmişəm. Uşaqlar tək böyütmüşəm, mənə inarsız nə sosial yardım, heç bir kömək. 25 ildə odamın altında yaşayıram. Evim uçub, Allah başıma gəlir, uçmaq üzrədə. Neçə dəfələrlə müraciət eləmişəm, vallahi icra hakimlə. Heç kim şikayətə baxmır. Nə də sosial yardım almamışam. Axır bu uşaq getdi Stayankada durdu. Neçə uşağınız var sizin? 2 oğlum var. O birisi oğlunuz, yəni ki, normal həyat tərzi keçirdi? Bəli, normaldır. Çox gözəl. Gözəl gününüz olsun. O evlidir, o birisi oğlunuz da? Xeyr, imkanım yoxdur. Çox bu birisi oğlunuz amma evləndirmişdiniz, bu narkotik aldaşısı. Yox, evləndirməmişəm. Qız istədiyi var idi. O da demirəm, mən şey eləmədim. Qıza dedi, qız dedi qəbulumdur. Dedim yox. Dedim amma mən qəbuldur, dedim yox. Özüm pis oldum ki, İstəmədi, evləndirmədi.
evləndiniz? Narkoman necə evləndirim? Niyə qızı bədbaxt eləyir? Görürsünüz, bax, belə məsəl üçün ana göz əvvəl. Bəli. Bilirsiniz, Elgiz müəllim, bəli. Ümumiyyətlə bizim dövlətdə, mən də gəlməmişdən qabaq bir statistika göz gəzdirdim. Bizdə narkomaniya sahəsində vəziyyət, narkomaniya mübarizə sahəsində vəziyyət qonşu dövlətlərə nisbətən bir qədər yaxşıdır, mən deyərdim, statistik göstəricilərə görə. Bu elə belə deyil, bu hüquq mühafizə orqanlarının gərgin işinin nəticəsidir. Bu gənclər idman orqanlarının keçirdiyi tədbirlərin nəticəsidir. Amma bayaq siz dediyiniz kimi narkotik aludəçilərin sayı artır. Bəs bunun səbəbi nədir? Mən düşünürəm, nədədir? Valideynlər. Yeniyetməlik dövründə fikir vermirlər, kimdən oturur, kimdən durur. Gecə 2-də 3-də evə gəlir. Bax, birinci dəfə deyir, mən onda 21 yaşında hiss eləmişdim. Onda həyəcan təbili döymək lazım idi. Onda kimlərisə müalicəyə cəlb eləmək lazımdır. Hərənin 1-2 uşağı var, ərköyün böyüdürlər, nə istəsələr eləyirlər və sadəcə olaraq gəlib böyük yaşa çatdıqda isə... Kasıb adamlardılar. Bunlar hardan alır? Yaxşı, bu narkotik bahadır. Bir balacası gramı çox baha qiymətə satılır. Elgiz müəllim, üzr qonşuda bir ailə var, Allah çox tərbiyəli bir ailədir. Ana müəllimədir, yoldaş da bir savadlı ailə idi. Bir bacısı da ki, valla qızın da, oğlanın da bacısı savadlı bir adamdır. Çox gözəl bir, hamı bilir də, yəni ki, bunlar çox tərbiyəli ailədir. Oğlan institut qutarandan sonra bu yola düşdü. Amma səbəbi yenə də ailə idi. Ailədə uşağa diqqət nə qədər azaldıqca elə tərbiyəli ailələr bəyən bundan sığortalanıb. Onlar da bu problemlə qarşılaşırlar. Narkotiki satanlar əvvəlcə sadəlöv uşaqlara bəzən pulsuz da verirlər. Pulsuz da verirlər. Amma imkanlı ailənin uşaqlarına. Biz bir dəhşətli faktın üstünü açmışdıq. Elgizdə axşamlar verilişi yayımlanan zaman çox zəngin bir ailənin uşağı məktəb 9-cu sinifdə oxuyurdu o uşaq. Onun narkotik aludəçisi olduğu ortaya çıxmışdı. Və uşağın bibisi bizə müraciət eləmişdi. Bibi təbii ki, efirə çıxmadı. Dedi ki, bəs bu pislənməlidir, bu ictimaiyyətə yayılmalıdır. Təbii ki, biz bunu yaydıq. Qadın, mən soruşdum ki, axı bu 9-cu sinif oxuyan uşaq, bu nə bilir narkotik nədir? Deyir, biliblər ki, bunun atası imkanlıdır. O uşağı elə məktəbin qarşısından necə deyirlər, götürüblər və başlayıblar yavaş-yavaş ki, gələcəkdə bu pul mənbəyidir. Cinayətkar qruplar elə o məqsədlə bunu eləyir. Bu uşağa havayı, pulsuz bunu təqdim ediblərmiş. Yavaş-yavaş artıq uşaq alışandan sonra evdə pul qalmır. Nə olur, oğurluyur, nə olur. Bəli, bizdə deyilər. Sizdə də eləyir. Bəli, bizdə deyilər. Mən kateqoriyaya bölünürlər də Kəmələ xanım. Bugün xanım acizliyindən danışır. Deyir, acizəm evladımın qarşısında. Amma mən elə ana tanıyıram ki, bunu polis orqanları da bilir və mən özümüzün yaşadığımız rayonumuzda, Astara rayonundan danışıram və orada bir xanım özü öz evladına verir onu, deyir, sən bunu prob et, gör nə maldır, çox üzr istəyirəm. Sonra mən bunu satım və ailəlicə bu işlə məşğuldurlar bunlar. Həmən xanımı Kəmələ xanım tutdular, mən buradan açıq deyirəm. Nə qədər vaxtdan sonra tutdular onu? O, mənim bir qardaşımı da belə bir bəlaya salmışdı əmin xanım, qonşumuzdur. Çünki bilirdilər ki, mən o qardaşıma çox yaxşı baxıram və əlim üstündədir. Və ən çox da saf uşaqlara təsir eləyirlər. İnandırım sizə, heç bir belə biraz ayıq, saçıq olan uşaqlara bunu eləyə bilmirlər. İradəsi zəif olan uşaqlar. Və saf uşaqlara. Mən açığın deyirəm, mən bunu demişəm bir dəfə elə Space kanalında da demişəm ki, bəli, mənim qardaşım əziyyət çəkib və mən onu axırı ki tutulmasında heç bir narazıçılıq eləmədim ki. Bəli, indi çox şükür, başqa çarəmiz yoxudur. Təbii ki, çox ailələr belə edir. Mən bunu nə üçün deyirəm? Həmən xanımı tutdular, 3 ildən sonra yenə buraxdılar. Halbuki çox küllü miqdarda bu narkotiklə tutuldu. Xəbərlər göstərdi bu xanımı. Oğluna həbsxanada ola bu xanım narkotik aparırdı ki, satsın. Və o xanım 3 ildən sonra elə polislərin özləri birləşib onu çıxartdılar. Ne üçün ki, bu xanım açıq deyirəm, mən görün hansı demokratik ölkədə yaşayırıq biz. Təbii ki. Hamı qonşular şoka düşüb ki, bu xanımı yenə niyə buraxdılar? Deyir onlara özlərini adamlığı. Yenə o fəaliyyətlə məşğuldur. Ərini də tutdular. Bəli, bu dəqiqə hal-hazırda yenə o işlə məşğuldur. Bunun həyat yoldaşlığını Rusiyaya gedəndə poizlə tutdular. Hələ istintaq gedir. Neçə televizorda göstərdilər. Qızının əri də o işlə məşğuldur. Oğlanları da o işlə məşğuldur. Hal-hazırda xanım yatdı qadınlar cəza çəkmə müəssisəsində. 3 ildən sonra da çıxdı. Halbuki hamı gözlürdü ki, ölənə kimi o çıxmayacaq. Çünki bütün balaları zəhərləyib. Bütün insanları. O xanımın bir 50-dən çox yaşı var. Görəsən utanır o. Nədən utanacaq? O yolla qazandığı xanım demək olar ona.
Görün nə qədər insan, ilahi. Görün nə qədər insanları zəhərləyirlər. Onu düşünməsi Allah belə bəlasını dəhşətli ki, versin mən başqalarının evladlarını zəhərləyirəm. Gör, onların bütün həyatlarını məhv edirəm və onların məhv olması üzərində mən özümə xoşbəxtlik qururam. Elgiz bəy, bu cür ailə çox ola bilməz. Nazənin xanımın istinad etdiyi ailə ola bilər. Onlar da heç də xali deyil digər müsbət problemlərdən. Bəli. Amma mən hesab edirəm ki, narkotik elə çölə tökülməyib ki. Sözsüz ki, kənddə, rayonda, üzr istəyirəm, xahiş edirəm, kənddə, şəhərdə, rayonda bununla məşğul olan insanlar var və bunlar da hamıya məlumdur. Nazənin xanım açıq deyir, yəqin əlində fakt var ki, deyir. Mən də hesab edirəm ki, bununla bağlı məlumatlar orqanlarda var. Yaxşı, indi bayaqları bizim həmkarımız deyir ki, statistikaya diqqət yetirirəm, biz digər ölkələrə nisbətən bizdə azdır. Ola bilər. Amma aşkar olunan faktlar hamısı statistikaya düşərsə, mən hesab edirəm ki, işte az yox, bəlkə də bərabər ola bilər. Ona görə mən hesab edirəm, üzr istəyirəm. Bununla mübarizəni valideynlərin üzərində qoymaq təkcə ondan iş bitmir. Məktəblərdən başlamaq lazımdır. Məktəblərdən təbliğat. Bəli. Məktəblərdə ayrıca bir fən sağlamlığına bağlı, hər hansı bir buna yaxın bir mövzu ilə bağlı bir kurs kimi, belə-belə təlim kimi, uşaqların maariflənməsi ilə bağlı məktəblərdə baş alıb gedir. Təhsil Nazirliyi, məktəblər bu işə fövqəladə cəlb edilməlidir. Onda biz valideynlərə burada müraciət edirik. Elə həqiqətən O cümlədən məhəllələrdə, küçələrdə bununla məşğul olan şəxslər açıq-aşkar məşğul olur. Niyə gedib aşkar olunur? Ancaq görürsünüz deyir, buraxılır. Tədbir görülmür. Nə qədər ki, aşkar olunan faktlar statistikaya düşəcək, düzdür. Onun sayı azalacaq. Bütün rayonun uşaqlarını o xanım körladı, inanırsınız. Tək xanım yox, xanım xanımın təbii ki, arxasında duranlar. Nazənin xanım, indi mən sizə bir söz deyim. Görün bu necə insandır ki, bu qadın. Görün nə qədər şuursuz insandır, nə qədər etinasız evladını qadın. Öz evladını da artıq bu adam narkoman edir. Bəli, onun üçün müqəddəs nəsə varmı? Belə adamlar üçün müqəddəs heç bir şey yoxdur. Bəli, spid xəstəliyindədir bu dəqiqə oğlu. Çox üzr istəyirəm. Mən bunu sizdən soruşmaq istəyirdim. Spid xəstəliyi var. Görürsünüz Allah necə cəzalandırır. İndi gözümlə görsün, o görsün ki, başqalarının evladlarını zəhərləmişsə, bu Allahın sənə... Vallahi, Elgiz qardaşım, bunlar elə bilin ki, Kəmal xan, bəlkə mən bilmirəm, səhv deyirəm, elə bilin, bu qadın özü də xəstələnib. Artıq bir balan orada xəstə, bir ərvi tutublar, sənin qızıvın əri, bu vəziyyətdə, hamısı... O da narkomandır. Qadın özü narkoman deyil. Bu işlə məşğuldular, satış ilə məşğuldular. Aydındır, Nazir xanım, indi mənə deyirlər. Özünüz sayırsınız ki, bu hamısı bu işin içindədirlər. Amma bunların arxasında dayananlar var. İndi bir dəqiqə, Nazənin xanım, çox üzr istəyirəm sizdən, indi zəng edirlər, sizin bir həmkarınız sizə dəstək verir bu məsələdə, amma irad da tutur. İstəyirsiniz adını deyərəm, adını çəkim, çox yaxşı tanıyırsınız onu, siz də çox gözəl tanıyırsınız, sənətçidir. Hə. Sizə sual verir. Deyir, Nazənin xanım həmişə söz düzünü deyən qadındır, düz danışan xanımdır. Bu mövzu ilə bağlı çıxış eləyir. Amma niyə demir ki, onun nə qədər həmkarı müğənnilərdən söhbət gedir, sənətdə olan adamlar, xüsusilə qadınlar narkotik aludəçiləridir. Hətta eləsi var ki, narkotik qəbul etməsə, səhnəyə çıxa bilmir. Nazənin xanımın xəbəri var deyil bundan. Valla, mən biraz uzaq qaçıram elə insanlarda. Əgər o insan məni tanıyırsa, bilir ki, mən biraz qorxuram. Siz bilirsiniz söhbət hansı müğənnidə gedir Nazənin xanım? Valla, bilmək də istəmirəm Elgiz. Ne üçün? Mən onlara yazdığım gəlir. Onları da bu hala qoyanlar var da, salanlar var. Onlar artıq xəstədirlər. Mən onlara xəstə kimi baxıram. Amma mən narkotik istifadəçisi elə xəstədir. Xəstədir, bəs mən nə deyirəm? Bu rəsmi olaraq təsdiqlənir ki, narkotik istifadəçiləri artıq yəni buna aludə olmuş şəxslər xəstələrdir. Onlar xəstə kimi qiymətləndirirlər. Amma onu satanlar isə əlbəttə ki, cinayətkardır. Qaldı ki, müğənnilər, bəyəm bu nədir? Bilmirdiniz. Adları çəkilir. Ay, mən dəhşətə gəlmişim. Valla mənim xəbərim yoxdur. Sadəcə narkotikdən istifadə eləmək gizlidir. Haradasa 60-cı illərdə bu tendensiya başladı. Ümumiyyətlə təhsil Azərbaycanda yox, bütün dünyada narkotiki satmaq istəyən adamlar, məşhur adamları, məşhur sənətçiləri, hətta nümayişkarına sahib. Qalib müəllim, indi biz reklamlarla çox üzr istəyirəm, sözünü kəsmə məcburiyyətindəyəm. O müğənnilərin adlarını çəkəcək. Nazən xanım, çox ciddi qalmaqala düşmüşsünüz. Və reklamlara ayrılır, hörmətli tamaşaçılar. Reklamlardan sonra təbii ki,
mövzunu davam etdirəcəyik.